8-ci sual. Ədədi silsilənin birinci həddi 5-ə bərabərdir. Onun ilk 10 həddinin cəmi isə 55-ə bərabərdir. Deməli, A1 bərabərdir 5-ə. S ilk 10 həddidir. Bəli, S10 bərabərdir 55-ə. Silsilənin fərqini tapın deyir. Yəni, D-ni tapmaq lazımdır. Əvvəlcə S10 düsturunu yazaq. S10 bərabərdir A1 üstəgəl A10 vurulsun 10 bölünsün 2-yə. Burada birbaşa 2 və 10 ixtisar gedir və 5 qalır. Və gəlin bura bərabərlik yazmayaq. Aşağıdan birbaşa S10-un nəyə bərabər olduğunu biz bilirik. 55, yəni yazaq 55 bərabərdir. A1 5-dir. Deməli, 5 üstəgəl A10-un nə olduğunu bilmədiyimiz üçün A10-u A1 ilə ifadə edək. A10 nəyə bərabərdir? A1 üstəgəl 9 deyə. Mötərizəni bağladıq, vurulsun 5-ə. İndi yenə burada A1-in nə olduğunu bildiyimiz üçün bunu silək buradan, yerinə 5 yazaq. O halda nə əldə edirik? Yəni, birbaşa sol və sağa əgər 5-ə ixtisar etsək, deməli, burada 11 qalacaq. 11 bərabərdir 5 üstəgəl 5, 10 üstəgəl 9D. Buradan 9D bərabərdir 11 çıx 10 1-ə. D bərabərdir 1 böl 9-a. Doğru cavab A bəndidir. 29-cu sual. Koordinatları 3, 2 və 7 -1 nöqtələrindən keçən düz xətt üzərində nöqtə hərəkət edir. Bir nöqtə hərəkət edir. Bu nöqtənin əgər absisi 8 vahid böyüyərsə, yəni x koordinatı əgər 8 vahid böyüyərsə, onun ordinat koordinatı, yəni y koordinatı necə dəyişər? Bunun üçün əvvəlcə bu düz xəttin əmsalını tapaq. K bərabərdir. Düstura görə y2 çıx y1 bölünsün x2 çıx x1. Bizim burada deməli 3 və 2 nöqtələri x1 və y1-dir. 7 və -1 də x2, y2-dir. O halda nə əldə edirik? y2 yerinə yazırıq -1 çıx 2 bölünsün x2 7-dir, çıxılsın x1 də 3-dür. Bərabərdir -1 çıx 2 -3 böl 7 çıx 3 4 edir. Deməli, bu düz xəttin əmsalı -3, 4, yəni -4-də 3-dür. Bu nə deməkdir? Biz bunu belə başa düşə bilərik. Deməli, əgər yəni biz belə bir şeydir, yəni belə bir düz xəttdir bizim bu qrafikimiz, bu düz xəttin qrafiki, yəni aşağı yönlənib. Niyə? Çünki əmsalı, yəni düz xəttin əmsalı mənfi ədəddir. Bu o deməkdir ki, aşağı doğru, yəni getdikcə kiçilir. Azalan bir funksiyadır bu. İndi -4-də 3 nə deməkdir? Yəni 4 addım, daha doğrusu 3 addım aşağı gələndə, 3 addım aşağı gedəndə funksiya üzərində bir nöqtəyə götürsək əgər, 3 addım 1, 2, 3 addım aşağı gedəndə 4 addım neynir? Sağa gedir. 1, 2, 3, 4. 4 addım sağa getməsi deməkdir. Yəni, hər 3 addım aşağı gedəndə 4 addım da irəli, sağa doğru gedir deməkdir. İndi bizə deyir ki, bu nöqtə x oxu üzrə, yəni sola və yaxud sağa deməkdir. X bizə nəyi göstərir? Sola və yaxud da ki, sağa neçə addım getdiyini göstərir. 8 addım deyir sağa, əgər daha doğrusu böyüyübdür deyir. 8 vahid böyüsə x oxu, x koordinatı, bu o deməkdir ki, x oxu üzərində 8 vahid sağa gedirik. O halda y koordinatı necə dəyişər? Biz bilirik ki, 4 vahid biz sağa gedəndə x oxu üzrə, bu x oxudur. X oxu üzrə 4 vahid sağa gedəndə y oxu üzrə 3 vahid aşağı gəlirik. 3 vahid aşağı gəlirik. İndi bizə deyir ki, 8 vahid sağa gedibdir. Deməli, 8 vahid sağa gedəndə
nə olacaqdı? Yenə 3 vahid aşağı gələcək. Yəni 3 vahid gəlmişdik aşağı, 3 vahid yenə gəlir. Deməli 6 vahid aşağı gəlirik. 6 vahid aşağı gəlmək isə 6 vahid kiçilməsi deməkdir y koordinatının. Ona görə də doğru cavab D bəndi 6 vahid kiçiləcək. 30-cu sual. AB deməli verilmiş bu iki çevrənin bir-birini kəsən çevrələrin toxunanıdır daha doğrusu. A və B nöqtələri bu toxunanın çevrələrlə toxunduğu nöqtələrdir. Böyük çevrənin radiusu 11 santimetrdir. Yəni burada gəlin belə yazaq. R böyük bərabərdir 11 santimetrə. Kiçik çevrənin radiusu isə 6 santimetrdir. AB parçası, baxın bu AB parçasının uzunluğu verilir 12 santimetr. Bizdən bu çevrələrin mərkəzləri arasındakı məsafəni tapmaq tələb olunur. Bu parçanı tapmaq, uzunluğunu tapmaq lazımdır. Yaxşı. Baxın, belə bir fiqur əldə edirik. Əgər biz bu çevrələrin mərkəzləri ilə A, deməli, böyük çevrənin mərkəzi ilə A nöqtəsini birləşdirsək, kiçik çevrənin mərkəzi ilə də B nöqtəsini birləşdirsək, düz bucaqlı trapesiya əldə edirik. Bura 90 dərəcə olacaq. Niyə? Çünki toxunan, deməli, çevrənin toxunanı hansı nöqtədə toxunursa, çevrənin mərkəzini o nöqtə ilə birləşdirən parça toxunanla 90 dərəcəlik bucaq əmələ gətirir, yəni perpendikulyar olur. Bu da eyni məntiqlə 90 dərəcədir. İndi bizdən soruşur, yəni tutaq ki, bu O1-dir, bu da O2-dir. O1, O2-nin uzunluğunu soruşur. O1, O2 nəyə bərabərdir? Bunun üçün əvvəlcə bu trapesiyanın orta xəttini tapaq. Tutaq ki, bu bizim olsun trapesiyanın orta xətti. Onun uzunluğu nəyə bərabər olacaq? Oturacaqların uzunluqları cəminin yarısına. Oturacaqları deməli O1A oturacağı, yəni biz bilirik ki, bu böyük çevrənin radiusudur və radius 12 santimetrdir deyə, yox 11 santimetr olduğu üçün bura 11 yazırıq. Kiçik çevrənin radiusu da O2B-dir. Elə bu da verildiyinə görə 6 santimetrə bərabərdir. İndi bu trapesiyanın orta xəttini tapmaq üçün 11 üstə gəl 6 böl 2. Yəni 8,5 edir. Deməli, orta xətti 8,5-dir. Biz indi bilirik ki, bu orta xətt trapesiyanın yan tərəflərini yarı bölür. Deməli, AB tərəfinə baxsaq, əgər ümumi uzunluğu 12 cm-dir, 2 bərabər hissəyə böldüyü üçün hər biri 6 olacaq bunların. 12-ni buradan silirəm, hər birini 6 yazıram bura. 6 və 6. Eynən onun kimi də sağ tərəf, yəni daha doğrusu O1, O2 yanını da 2 bərabər hissəyə bölübdür. Amma biz bunun hər biri neçə olduğunu bilmirik. Ona görə də gəlin bunlara x deyək. Hər birinə x deyək. İndi isə, baxın, əgər mən bu nöqtədən belə bir perpendikulyar çəksəm, AO1 oturacağına 90 dərəcədir bura. Biz bilirik ki, bu perpendikulyarın uzunluğu 6 cm olacaq, aydın məsələdir. Çünki deməli, baxın, bura bərabərdir. Bunlar bir-birinə bərabər olduğu üçün o da 6 cm olacaq. Və indi baxın, bu oturacağı, daha doğrusu bu perpendikulyar çəkdikdən sonra oturacaq, yəni AO1 oturacağı 2 hissəyə bölündü. Bu hissənin uzunluğu burayla eyni olacaq. Yəni 8,5-dir. Bura 8,5-dir. Bu qalan hissə isə kiçik hissə. Baxın bura. Ümumi 11-dir. 11-dən 8,5-i çıxanda 2,5 olur. Kiçik bu parçanın uzunluğu 2,5-dir.
İndi isə fikir verin. Biz burada düz bucaqlı üçbucaq əldə etdik. Və bu düz bucaqlı üçbucağın katetləri biri 2,5-dir, digəri 6-dır. Onun hipotenuzunu bilmirik. İndi biz əgər hipotenuzu tapsaq, x-dir də bu, onda 2-yə vurub, çünki bilirik ki, O1, O2-nin uzunluğu 2x-dir. 2-yə vurub biz bu çevrələrin mərkəzləri arasındakı məsafəni tapmış olacağıq. Yaxşı. Deməli, 2,5-in kvadratı 2,5-i mən 5-də 2 olaraq, daha doğrusu 2-də 5 olaraq yazıram. Kvadratı üstə gəl, Pifaqor teoremini istifadə edirik. 6-nın kvadratı bərabərdir x-in kvadratına. İndi buradan tapaq x-i. 4-də 25 üstə gəl 36 bərabərdir x kvadrat. Hər iki tərəfi 4-ə vuraq. 25 üstə gəl 4 dəfə 36 144 edir. Bərabərdir 42. Bu 169 edir. Bərabərdir x kvadrata. X kvadrat bayaq təsin x2 dedim, x kvadrat olasıdır. X bərabərdir kök altda 169, yəni yox, bayaq mən səhifə yol verdim. Burada sağ tərəfi 4-ə vurmamışam. X kvadratın özünü 4-ə vurmaq lazım idi. Deməli, burada vurulsun 4 olacaq. İndi iki tərəfdə 4-ə bölsək, olacaq x kvadrat bərabərdir 4-də 169-a. Buradan da x bərabərdir kök altda 4-də 169, yəni 2-də 13. X 2-də 13-dür. Bizə nə lazımdır? Biz bilirik ki, yenə baxaq çertyoja, O1, O2-nin uzunluğu 2x-dir. Deməli, O1, O2 bərabərdir 2x-ə, yəni 2 dəfə x nə oldu? Bizdə 2-də 13. 2 dəfə 2-də 13. 2-lər ixtisar getdi, qaldı 13 sm. Deməli, çevrələrin mərkəzlər arasındakı məsafə 13 sm-dir. Doğru cavab olur D bəndi.